Ərak şəhərində məcburi hicab qaydalarının pozulduğu və Halloween şənlikləri keçirilməsi səbəbindən 6 iş yeri bağlanıb. Bu haqda əyalətin ictimai yerlərə nəzarət polisi məlumat yayıb. Fəaliyyətinə qadağa qoyulan iş yerlərində İslam qaydalarının pozulduğunu deyib, iş yerlərinin bağlanmasının ictimai nizam-intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirildiyi bildirilib. Aclıq eyləmini davam etdirən Azərbaycanlı vəkil Tahir Nəqəvinin durumu ağırlaşıb. 5 noyabr tarixində Tahir Nəqəviyə baş çəkən ailə üzvləri onun durumu ilə bağlı narahatlıqlarını bildiriblər. Xatırladaq ki, Tahir Nəqəvi ilə yanaşı evin həbsxanasında saxlanılan digər Azərbaycanlı fəal Vədud Əsədi də aclıq eyləmini davam etdirir. Tahir Nəqəvinin həyat yoldaşı və bacısının tələblərindən sonra həbsxana rəhbərliyi onlara bir neçə dəqiqə telefon danışığı aparmağa icazə verib. Telefon danışığı zamanı Tahir Nəqəvi saxlanıldığı palatada son bombardımandan sonra vəziyyətin pis olduğunu bildirib. Aclıq eyləminə davam edəcəyini qeyd edən Azərbaycanlı vəkil buna görə ailəsindən üzr istəyib. Həmədan şəhərinin həbsxanasında saxlanan məhbus intihara əl atıb. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Seyid Molla Xudayari adlı məhbus metadon əbləri içərək özünə qəsd edib. Ağır və hursuz vəziyyətdə xəstəxanaya çatdırılan Xudayari 2 günlük müalicədən sonra yenidən həbsxanaya qaytarılıb. Narkotik maddələrin qaçaqmalçılığına görə saxlanılan məhbusun barəsində irəli sürülən ittihamın saxta olduğuna və həbsxana rəhbərliyinin məhbuslara qarşı qəddar münasibətinə etiraz olaraq ittihamlara əl atdığı bildirilib. Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının məlumatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub. Onlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib, 7 məhbusu isə öldürülüb. İran Təhlükəsizlik Qüvvələri Tehranda 2 iqtisadçı, 1 sosioloq və 1 yazıcı tədqiqatçını həbs edib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə iqtisadçı Pərviz Sədaqət və Rəsul Qəmbəri, tədqiqatçı Məhəmməd Malçu və siyasi sosioloq Məhsa Əsədullah Nejat və yazıçı Şirin Kəriminin mənzillərinə hücum edilib. Eyni vaxtda onların evində axtarış aparılıb, şəxsi əşyaları müsadirə olunub. Adı çəkilən şəxslərin hara aparıldıqları və nədə ittiham olunduqları barədə məlumat verilmir. Qeyd edək ki, həbs olunan tədqiqatçı Məhəmməd Malçu 1946-cı ildə Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra Tehran rejiminin Azərbaycanlılara qarşı repressiyalarını əks etdirən Çörək Ardınca Köç kitabının müəllifidir. Davam edirik. Xalq səbirsizliklə məhkəmənin Həsən Ruhani barəsində edam hökmü çıxarmasını, onun boynuna kəndir salınıb edam edilməsini gözləyir. Bunu Tehranın millət vəkili Kamran Qəzənfəri deyib. Sərt xətt tərəfdarı mühafizəkar olan millət vəkili Ruhaninin hökuməti tənqid etməsini həyasızlıq adlandırıb. İndi bu həyasız və təkəbbürlü insanın dili uzanıb və hökumətdən hesab soruşur. Məhkəmə bunu sistemə qarşı təxribat ittihamına görə mühakimə edib və barəsində bir neçə dəfə edam hökmü çıxarmalıdır. Qeyd edək ki, bu Həsən Ruhaninin İranın nüvə proqramı və Rusiya ilə münasibətlərini tənqid etməsinə sonraya təsadüf edir. Keçmiş prezident və onun komandasının son bəyanatlarından sonra sərt xətt tərəfdarlarının, o cümlədən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın onlara qarşı hücumları artıb. Buraxılışımız davam edir. Bakıda Zəfər gününün 5-ci il dönümü münasibətilə hərbi parada hazırlıq keçirilir. Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan ordusunun bölmələri ilə məşqlər keçirilir. Bundan başqa Azərbaycanın müxtəlif bölgələrində, Naxçıvanda, Xankəndidə, Laçında hərbi orkestrin müşayiəti ilə hərbiçilər şəhərin mərkəzi küçə və prospektlərindən keçib vətənpərvərlik ruhunda musiqilər ifa olunub. Hərbi yürüşdə Qarabağ Azərbaycandır və başqa şüarlar səsləndirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək. Bu barədə Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib. 8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq. O qeyd edib ki, noyabrın 7-sində isə Mehdər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.
Türkiyənin Müdafiə naziri Yaşar Gülər 8 noyabr Zəfər və 9 noyabr Bayraq günü münasibətilə Azərbaycanı təbrik edib. O, Qarabağ qələbəsini tarixi və dastanlıq mübarizə adlandırıb. Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Azərbaycan ordusunun Qarabağdakı qələbəsini tarixi və dastanlıq mübarizə adlandırıb. Yaşar Gülər bildirib ki, şanlı Azərbaycan ordusu doğma Qarabağı işğaldan azad etmək üçün igidlik və əzm göstərdi. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Davam edirik. Azərbaycandan dəmir yolu ilə daşınan ilk Rusiya buğda partiyası artıq Ermənistana çatıb. Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan bildirib. Onun sözlərinə görə yükün ilk partiyası ayrım stansiyasına gətirilib. Bu tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb, nazir vurğulayıb. Nazir qeyd edib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır. İkinci partiya isə Qazaxıstandan gələcək. Hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və 7 noyabra qədər Ermənistana çatacağı gözlənilir. Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqondan ibarətdir. Hazırda Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi olmasa da Prezident İlham Əliyevin tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra ilk yük partiyası əvvəlcə Gürcüstana, oradan isə Ermənistana göndərilib. Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram ayırmaq qərarı qəbul edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Qeyd olunur ki, bu məbləğ sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcək. Xatırladaq ki, 2025-ci ildə 2024-cü ilə müqayisədə Ermənistan büdcəsində müdafiə xərcləri 115 milyard dram artaraq 660 milyard dram təşkil edib. Amma 2026-cı ildə 560 milyard drama qədər azalma planlaşdırılır. Dünya gündəmi ilə davam edirik. Dondurulmuş Rusiya aktivləri ilə bağlı Kiyevin xeyrinə qərar verməyin vaxtı çatıb. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O, Rusiya ordusunun Ukraynanın infrastrukturuna zərbələr endirdiyini və təzyiqlərin kifayət etmədiyinə işarə edib. Amerika, Avropa və G7 ölkələri sanksiya və tarif işlərini davam etdirməlidir. Siyasi iradə artıq var və biz texniki həllin tez bir zamanda həyata keçirilməsini gözləyirik, deyə Zelenski bildirib. Qərb Zaporojye Atom Elektrik Stansiyasında baş verə biləcək qəzaya görə Rusiyanı günahlandırmağa hazırlaşır. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Avropa ölkələri Kiyev rejimini Ukrayna münaqişəsinin gedişatını dəyişdirməyə çağırır. Bu məqsədə çatmağın ən effektiv yolu 2014-cü ildə Malayziyanın MH17 reysinin faciəsinə bənzər böyük təxribat aktının həyata keçirilməsidir. Qərb Zaporojye Atom Elektrik Stansiyasında təxribat təşkil etmək variantını nəzərdən keçirir, deyə bildirib. Kreml Şengen zonasında Rusiyalıların hərəkətinə yeni məhdudiyyətlər tətbiq olunacağını istisna etmir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O xatırladıb ki, Brüssel artıq Rusiyalı diplomatların hərəkətini məhdudlaşdırıb. Qeyd edək ki, Politico nəşri Avropa rəsmilərinə istinadən Avropa İttifaqı Rusiyalılara çoxdəfəli Şengen vizalarının verilməsini dayandırmağa hazırlaşdığını yazıb.